Salam əziz dostlar, Bitcoin.az YouTube kanalında sizləri xoş gördük. Bu gün isə Coinbase-dən necə airdrop əldə etmək lazımdır, bunu göstərəcəm. Daha doğrusu daha bir üsullardan biri, hansı ki bizə qarantiya verəcək ki, biz gələcəkdə Base-də airdrop əldə edək. Düzdür, bir çox dostlarımız müəyyən əməliyyatlar eləyir və təbii ki bu lazımdır və bəzi gözə görünməyən əməliyyatlar da var ki, hansıları ki bir çox adam görmür və etmir və biz bunları görüb ortaya çıxarmaq istəyirik ki, bunlar nədir? Hal-hazırda bax gördüyünüz kimi Base ağında görürsüz. Transaksiya üzrə birinci və ikinci yerdədir. Birinci yerdə çox vaxt Polygon post çıxır. Çünki Polygonda da bilirsiniz, bir çox insan prediction marketlərdə zətdə, poly marketdə zətdə iştirak edir. Ona görə də TPS, yəni 96, 106 transaksiya saniyədə yerinə yetirir və ondan sonra artıq ikinci yeri Base ağı tutur. Hansı ki bilirsiniz, cəmaət orada transaksiya eləyir falan peşməkan ki, airdropdan nəsə qazana bilsin. Və təbii ki, bu transaksiyanı eləmək üçün applicationlar lazımdır. Yəni sən sadəcə dostuna Coinbase-də hansısa bir nəsə göndərməklə iş olmur. Yəni sən sadəcə kiməsə Ethereum göndərməklə də iş olmur və yaxud transaksiya nəsə mint eləməklə də iş olmur. Təbii ki, onu da eləyə bilərsən, amma müəyyən başqa əməliyyatlar da var ki, onları da eləyə bilərsən. Ən maraqlı əməliyyatlardan biri, hansı ki adamı yormayan əməliyyatlardan biri mən tapmışam burada. Clash of Coins oyunudur. Hansının ki linki videonun altında var. Videonun altındakı linklə keçə bilərsiniz. Və gördüyünüz kimi ümumən biz baxsaq Base ağında hansı applicationlar istifadə olunur. Görə bilərik ki, əsasən finans istiqamətində istifadə olunanlar Uniswap'dır, Cyberswap'dır, Blazing'dir və yaxud Aerodrome Finansdır, hansılar ki Aave-dir. Yəni tək NFT mint eləməklə iş olmur. Bir çox insanlar deyir ki, hələ NFT mint eləyim, nə bilim, Base app'ın içində ancaq NFT mint eləyim. Yox. Çalışın ki, bu applicationlardan da istifadə edin. Bu applicationlar hamısı belə deyək də çoxu vəsait tələb eləyir. Yəni böyük vəsaitlər tələb eləyir. Yəni böyük deyəndə ki, yəni 10-20 dollar, yəni swap elə, stake elə falan. Bu da təbii ki sərf eləmir. Amma Clash of Coins oyunu var ki, bu sadəcə olaraq bir oyundur. Yəni çox maraqlı bir oyundur. Mən özüm oynadım bunu bir neçə müddət və dedim ki, qoy YouTube izləyicilərimə də bunu göstərim ki, istifadə eləsinlər. Bu oyun bizə əsasən belə deyək də transaksiya yerinə yetirməyə kömək eləyir. Yəni transaksiya yerinə yetirməkdə də hansısa ödəniş lazım deyil. Orada sadəcə 3 sent, 4 sent balansınızda belə deyək də transaksiya feesi olsa, istər sizin Base app cüzdanınızda, istər web walletiniz varsa orada fərqi yoxdur. RB wallet və yaxud MetaMask nə olur olsun fərqi yoxdur. Nəyiniz varsa onunla da istifadə edə bilərsiniz. Mən hal-hazırda öz şəxsi cüzdanımdan istifadə edib giriş eləyəcəm. Burada təbii ki Google-la da giriş eləyə bilərsiniz. Amma məsləhət görməzdim ki, Google-la X-dan giriş eləyə bilərsiniz. Sonradan X-i qoşub giriş eləyə bilərsiniz. Amma indidən Google zat seçməyin. Web3 wallet seçin, More Option-da var, Farcaster falan, bunları da seçməyin. Web3 wallet seçin, öz Base app'ınızla qoşula bilərsiniz. Telefonda da mümkündür oynamaq. Telefonda biraz çətin ola bilər, yəqin çətinlik ola bilər, amma yəni əlinizə öyrəşəndən sonra eləyə biləcəksiniz. Mən hal-hazırda bilgisayarlanam, yəni kompüterlanam və kompüterlə də yoxlayacağam görək bura giriş eləyib oynamaq necə olur, baxaq görək nə var, nə yox. İndi mən cüzdanı qoşum və davam eləyək. Və budur dostlar, cüzdanı qoşduqdan sonra artıq məndə görürsünüz açıldı, belə bir dünya işarəsi açıldı. Gördüyünüz kimi burada mənim resurslarım var, müəyyən coinlər var, hansılar ki biz bedava olaraq hər gün götürə bilirik, hər neçə saatdan birsə. Və burada da təbii ki siz profilinizi quraşdıra bilərsiniz. Baxın, mən artıq username falan yazmışam. Hətta mənim pointlərim də var. 92.000-ci yerdəyəm. Çox təzə başlamışam. Və burada biz Open Trucer eləyib öz profilimizi düzəldə bilərik. Baxın, özünüzə nickname falan qoya bilərsiniz. Questlərə baxa bilərsiniz ki, hansı questlər istəyir. Burada gördüyünüz kimi müəyyən pointlər əldə eləmək üçün nəyisə subscribe eləyə bilərsən, Discord-da qoşula bilərsən pointlər, email-ə qoşula bilərsən pointlər əldə eləmək üçün. Bunları eləyə bilərsiniz. Təbii ki, bunlar artıq sizin öz seçiminizdir. Referal dostunuzu dəvət eləyə bilərsiniz. Mən həmçinin də görürsünüz, referal linki də qoymuşam aşağıda, istifadə eləyə bilərsiniz. Leaderboardda siz baxa bilərsiniz ki, birinci yerdə kimlərdir, ikinci yerdə və neçənci yerdəsiz. Bunlara baxa bilərsiniz. Questlərdə də təbii ki, bu questləri yerinə yetirə bilərsiniz. Bunları mən daha sonra yerinə yetirəcəm, çünki hələ ki yerinə yetirməmişəm. Gördüyünüz kimi baxın, Connect Wallet mənə 150 point verib, Connect X, yəni X-i qoşmuşam, point verib. Bunları da qoşmaq üçün baxın burada görürsünüz. Hansısa baxın Discord-u və yaxud bu bilmədim. Yəqin ki Gmail-də bu qoşmaq və başqa hesablar qoşmaq. Həmçinin görürsünüz burada pointləri göstərir ki, mən nəyə görə hansı pointi əldə eləmişəm. Bu qaldı bir qırağa və biz burada həmçində daily drop-a girib, günlük drop-a girib, özümüz üçün burada baxın belə bir hourly claim var. Hər saat başı 300k götürə bilirik, free. Vururuq üstünə və bizim cüzdanımıza transaksiya yerinə yetirmək gəlir. Bu mənim artıq telefonuma gəlir, çünki mən telefonda olan cüzdanı qoşmuşam. Windows'a mən açığı cüzdan etibar etmədiyimə görə telefondan istifadə edirəm. Amma yəni siz etibar edirsə təbii ki istifadə edə bilərsiniz. Və bu gördüyünüz kimi transaksiya yerinə yetirir və 300 dənə bizim
Baxın bura görürsünüz 1.3 milyona əlavə olunur və deyir ki 500-də götürə bilərik. 500k yenə də götürə bilərik, 3 dəfə götürə bilərik. Yenə də transaksiya gəlir telefona, təsdiq eləyirəm transaksiyanı. Yəni sizdə əgər Rabi Wallet kompüterdadsa qoşulacaq. Məndə telefondadır Rabi Wallet. Yəni mən Rabi Wallet-dən istifadə edirəm, o telefondadır. Və budur, bax, bunları claim etdikdən sonra biz oyuna qayıdırıq. Oyun nədən ibarətdir? Oyun çox belə sadə və maraqlı bir oyundur. Play now düyməsini eləyirik, yəni oynamaq düyməsinə vururuq. Hansısa burada nəsə almaq lazım deyil. Düzdür, orada müəyyən şeylər ala bilirsən, amma bunu almaq lazım deyil. Və gördüyünüz kimi biz baxın bu əraziləri almışıq. Biz hər dəfə açılanda baxın görürsüz, göstərir ki, bizə bu heç bu almırıq, lazım deyil. Əraziləri almışıq. Bugünkü task baxın göstərir ki, capture 50 land. Yəni deyir ki, 50 dənə torpaq alın. Bunu almaq üçün sadəcə olaraq baxın üstünə vururuq. Bizim baxın balansımızdan silinir, bax buradakı balansımızdan. Və burada mənim digər resurslarım var. Bu resursları da əldə etmək üçün məsəl üçün baxırıq. Görürsüz, baxın burada belə bir işarə yanır. Bu torpaqlarda maraqlı resurslar çıxır. Baxın belə davam edib buraları zəbt edirik. Sonra buranı da zəbt edirik və artıq bu torpaqdakı baxın bu resurs bizim balansımıza dolmağa başlayır. Baxın biz bu rəngdə olan, yəni bu çəhrayı rəngdə olan resursu əldə elədik. Və baxırıq, görürük ki, baxın bu istiqamətlərdə resurslar var. Təbii ki, bizim olduğumuz ərazi, yəni bu hara sayılır? Harasa Afrikanın aşağısıdır, biz Afrikanın aşağısındayıq. Və burada görürsünüz, biz gəlib, məsəl üçün, bu resursu da əldə edə bilərik. Əlbəttə ki, oradan torpaqlar almalıyıq. Və həmçində bu torpaqları qorumaq üçün bu torpaqlarda, baxın, upgrade 50 towers. Biz tikintilər tikirik. Bu tikinti, yəni bu birinci tikinti başqa yan qonşuya hücum eləmək üçün, yəni məsələn bu qonşuya hücum eləmək üçün olan bir tikintidir. Bunu biz tikdikdən sonra baxın bu düyməni vurub hansı qonşuya hücum eləmək istəyiriksə onu vururuq. Məsələn bura eləyə bilmərik, hücum çox uzaqdır yəqin ki. Amma bu sadəcə olaraq baxın yaxında olan qonşulara hücum eləmək üçündür. Əgər biz istəyiriksə uzaqda olan qonşuya, o zaman baxın ikinci gördüyümüz var, onu tikirik. O elə bir belə deyək də bir növ nükleer bomba rol oynayır türkcə desək. Və upgrade. Upgrade nədir? Biz onu artırmalıyıq ki, qonşular gəlib vurmasın. Baxın bu qonşuda 9-cu leveldir. Baxın bu daha doğrusu bilmirəm, 2-ci leveldir. Məsələn qaldırıb, bu bilmirəm neçənci leveldir, amma leveli çoxdur çünki yekə tikintidir. Bir neçə saydan sonra 10-cu leveldir. Yəni bu qonşu məsəl üçün bizi rahatçılıqla vura bilər. Hətta bax aramızda belə okean olmağına baxmayaraq, hansısa bir okean olmağına baxmayaraq. Bura Afrikanın yanı bu hara gedirsə ərazi. Və budur. İş bundan ibarətdir və biz bura həmçində baxın bunu tikə bilərik. Aptek, hansı ki aptek belə deyək də aptek lore dildə deyirəm. Yəni tibb məntəqəsi bunları qoruyacaq, bunlara müəyyən can verəcək ki, tez ölməsinlər, tez yıxılmasınlar. Və qoruduqdan sonra da biz arxa əraziləri özümüz üçün başlaya bilərik zəbt eləməyə. Nə qədər çox ərazi zəbt eləyirsə o qədər yaxşıdır və zəbt eləyə gəlin gedəyim bu resursu da zəbt eləyək. Baxın belə eləyirik, belə ala gedirik, ala gəlirik bura. Və bu resursu da zəbt edirik ki, bizdə baxın görürsünüz artıq 870-dir və bu resursun da yığımı başlasın. Bir növ belə deyək də, bir növ qızıl tapdıq burada düşünək. Və beləliklə biz bunları zəbt edirik. Həmçinin burada ağ resurs var. Ağ resursdan da əldə edirik. Bilməm bunları nə adlandırma olar. Baxın SPORE adlanır bu, CORE adlanır bu da SCORE adlanır. Yəni resursların adı budur. Və beləliklə yəni belə bir maraqlı bir oyundur. Hansı ki oynayaraq həm transaksiyaları yeni yetirə bilərik öz base ağımızda, həm də bu oyunda da iştirak eləmək olar. Bəlkə bu oyunun özünün ayrıca bir airdropu ola bilər. Yer tutaq məncə, yəni pulsuz tam olaraq pulsuzdur. Yəni yer tutaq və bu oyun belə dedi, bu oyundan çıxandan sonra isə bunlar bizi yəni kimsə gəlib zəbt eləyəcək nəqdə. Baxın biz bunlara çatmışıq. Baxın biz indi buradan bu torpaqları zəbt eləyirik. Bura bir dənə bunker ataq. Bura bir dənə avtomatik bir bunker ataq. Burada bir dənə belə bir bunker. Bura tibb məntəqəsi ataq heç olmasa bunları qorusun. Və biz artıq görürsünüz bizim bunker tikilən kimi başladı qonşuna müharibə eləməyə. Bəli, baxın belə maraqlı bir upgrade eləyək və qonşunun ərazilərini, qonşunun bunkerlərini vururuq. Upgrade eləyirik ki daha sürətli. Baxın görürsünüz bunu götürdük. Capture 50 launch götürdük bunu. Claim eləyirik. Götürdük. Deməli bunu yerinə yetirdik. Biz 50 dənə upgrade. Upgrade-də bax bunlardır. Upgrade eləyirik. Aha, artıq qonşular da başlayıblar bizə hücum eləməyə. Qaldıraq, levellərimizi qaldıraq. Burada biz bir dənə belə deyək də raket tikirik burada. Təcili sürətdə raket tikirik burada. Düzdür, mənim kanalım oyun kanalı olmasa da, amma bu oyunlar çox maraqlı oyunlardır. Və bunları tez upgrade edirik ki, qonşuları daha tez vuraq. Tibb məntəqəsini upgrade edirik. Tibb məntəqəsi mütləqdir. Həmçinin qaldıraq bunun da səviyyəsini. Burada bizdə
Səviyyəni qaldıraq, hücumlar başlasın, hücum eləyək. Bax, buranı artıq vırdıq, zəbt eləyə bildik. Buranı vırdıq, zəbt eləyə bildik. Buranı da vırdıq, zəbt eləyə bildik. Bura avtomatik yenə burada tikə bilirik. Özümüz üçün öz binalarımızı, bizə əsas upgrade lazımdır. Bizə deyir ki, 50 dənə towers upgrade eləyək. Baxaq görək, aşağılarda bizim torpaqlara hücum yoxdur. Var. Baxın, artıq bu qonşu da bizə hücum eləyir. Qorunmaq lazımdır. Bu qonşu bizə hücum eləyir. Bura bizə nə lazımdır? Biz buranı qorumaq üçün. Aha, nəsə yuxarıda sirkələnmə oldu. Yəqin ki, bizi vurdular. Hə? Yoxsa biz vurduk. Nəsə atdılar, bilməm nə atdılar. Nəysə, upgrade. Bir dənə bura nükleer bomba qoyaq. Biz vurduk buranı. Həmçinin buranı vururuq. Qaldıraq. Səviyyələrimizi qaldıraq ki, tez patlamasın bizim şeylər. Aşağıda bəli, aşağıda görürsünüz artıq bizi zəbt eləyirlər aşağıda. Qıra gəlirlər, baxın götürdülər, qırmızı kimdirsə götürdü bizi. Həmçinin bu yandan da bu səhrayı kimdirsə artıq zəbt eləyir, gəlir. Bizim torpaqları burada. Və buradan da bir dənə belə tikintilər eləyək. Bizə əsasən lazımdır 28-50. Bunu upgrade. Yəni belə bir maraqlı bir oyundur. Kim istəyirsə təbii ki, girib oynayıb baxa bilərsiniz. Necə işləyir mexanika? Yəni məcbur deyil ki, mən burada bu oyunu axıra çatdırıb və videonu uzadım. Həmçində baxın burada resursa nəzarət eləyin. Pulunuz bitdisə siz artıq tikinti eləyə bilmirsiniz. Ona görə də nə qədər çox ərazilər zəbt eləyirsinizsə, o ərazilər o qədər çox sizə gəlir gətirir. Baxın gör hal-hazırda 746-dır gəlirimiz. Həmçində hər saatdan bir claim for free eləyə bilərsiniz və 500k siz free, baxın birinci 250k free, baxın gəlin indi götürürük bunu. Yəni təzədən transaksiya həyata keçirəcəyik və bu transaksiyaları biz həyata keçiririk öz base appımızdan və yaxud Coinbase-də hansı base ağında hansı cüzdandan istifadə edirsə ondan və bu transaksiyalarda təbii ki bir növ şəbəkə aktivliyinə gətirib çıxardır. Yəni sizin base appınızda və yaxud hansısa proqramınızda olan şəbəkə aktivliyinə gətirib çıxardır. Bu da təbii ki gələcəkdə airdropda sizə çox kömək ola bilər və həmçinin də belə deyək də cüzdanınızın aktivliyini təkcə yəni NFT mint eləməkdən ibarət olmayacaq. Həmçinin də görünəcək ki siz Dapstardan da yəni istifadə eləmisiniz. Web3 gamelərdən də, Web3 oyunlardan və yaxud Dapstardan da istifadə eləmisiniz. Və biz də görürsünüz buranı artıq itirmişik. Buranı artıq kontrol bizdə deyil. Tamamilə alıblar əlimizdən. Bunlar qırırlar burada bir-birdən yəqin ki. Bu kimsə ancaq elə ala gedir. Heç nə tikmir. Bunker yəqin ki bunlar buranı zəbt eləyəcəklər. Bax belə bir çox belə maraqlı bir stratejik bir oyundur. Stratejik mi deyək, strateji mi? Buraları ala bilərik. Baxın görürsünüz. Bizim bunkerlərimiz artıq vurub buraları. Buralarda da həmçində biz öz tikililərimizi artıq tikib qonşu ölkələrə hücum eləyə bilərik. Qonşu ölkələrə hücum eləyə bilərik. Baxın belə bir maraqlı bir oyun. Həqiqətən çox maraqlı bir oyundur. Oynayıb yoxlaya bilərsiniz. Bu qədər dostlar, çox videonu uzatmaq istəmirəm. Videonun altında link var zaten. Girib iştirak edib oynayıb baxa bilərsiniz ki necə baş verir burada hadisələr. Sağ olun, gəlin görüşlərdə görüşərik.